Salam əziz müəllimlər, xoş gördük sizləri. Bu günləri də sizə maraqlı bir sayt haqqında danışacağam. Bu saytımızda biz ingilis dili bacarıqlarımızın hansı levelə, hansı səviyyəyə uyğun olduğunu öyrənə bilərik. Belə bir ad yazırıq. EFSET və burada biz neçə bölmə kimi görürük, amma birincini klikləyirik və burada saytımız açılır. Saytımız açılanda burada görürük ki, müxtəlif bölmələri var. Bizə lazım olan al və test bölməsidir. Burada nələrlə rastlaşırıq? Görürük ki, burada 4 bacarığa uyğun 90 dəqiqəlik bir sınağımız var. 2 bacarığa uyğun 50 dəqiqəlik bir sınağımız var. Sadəcə praktik məqsədli bir testimiz var və yaxud qrupla bağlı, qruplara uyğun belə deyim, həllər var. Birinciyə gəlin yoxlayaq. Mən bu testi belə deyim, almışam, bu sertifikatını almışam. Bu test nədir? Müəyyən belə deyim, beynəlxalq dərəcədə tanınan bir sertifikatdır. Yəni bu digər TOEFL, IELTS kimi universitetlərdə və yaxud şirkətlərdə qəbul olmasa da, bəzi yerlərdə belə onun kimi populyar olmasa da, amma müəyyən şirkət və yaxud məktəb və yaxud nələrdəsə və ümumiyyətlə LinkedIn profilimizdə maraqlı bir paylaşımdır və bir çox yerlərdə də qəbul olunur. Bunu da araşdıra bilərsiniz. Və əsas önəmli cəhəti odur ki, bu bir IELTS üçün, TOEFL üçün və ya Cambridge üçün hansısa bir imtahana getməzdən öncə özümüzü sınaya biləcəyimiz bir onlayn platformada yerləşən maraqlı bir sınaqdır, testdir və sonda sertifikatı da verilir 100% pulsuz şəkildə. Və qeyd edim ki, burada heç bir köməkdən istifadə etməyə vaxt qalmır. Çünki bu testdə baxın, hər bir müəyyən vaxtı var və bu vaxta uyğun sən onu çatdırmalısan ki, bacarıqların daha yaxşı gəlsin. Mən məsələn üçün burada dinləməni çox mənə gəlir ki, mən çatdıra bilmirdim. Çünki onu dinləyib, digərlərinin sualları oxuyub, sonra cavab vermək məncə çox belə deyək vaxt alırdı. Oxu bölməsinə 20 dəqiqə, dinləməyə 20, yazı bölməsinə 35, danışıq isə 15 dəqiqə vaxt ayrılır. Danışıq özü də deyim ki, sürətli danışmaq lazımdır. Çünki vaxt beləcə çox tez gedir. Burada biz öz məlumatlarımızı daxil etməliyik, e-mailimizi ki, hansı ki, həmin e-mailə bizim belə deyək, sertifikatımız gələcək və həm də ad soyadınızı doğru yazın. Çünki sertifikatın üzərində həmin ad soyad qeyd olunacaq. Məsələn, burada klikləyib bu formada yaza bilərsiniz. Bu mənim aldığım 4 bacarıq üzrədir. Məsələn, 2 bacarıq üzrə nədir? Burada biz yalnız 2 bacarığımızı yoxlaya bilirik. Dil bacarıqlarımızdan, hansı ki, oxu və dinləmə bacarığıdır. Bunu şagirdlərimizlə də edə bilərik, əziz müəllimlər. Praktika, məsələn, öncədən sadəcə praktika edə bilərik. Məsələn, üçün burada praktika olduğuna görə belə deyək, burada sertifikat yoxdur. Sadəcə praktika edirik, məşq edirik, yəni. Full campaigns deyəndə burada məsələn üçün bizdən qeydiyyat tələb edir yenə də. Bu da ödənişsizdir sadəcə olaraq. Burada da vardı, burada da nədir? Qruplarına uyğun nə idi? Kampaniyalar, iş şirkətlərə uyğun və yaxud məktəblərə uyğun da keçə bilərsiniz. Mən bu bölmələrdən istifadə etməmişəm hələ. Sertifikatlarımızı nə edə bilərik? İngilis dilində levellarımıza baxırıq ki, burada nədir, hansı dərəcədir. Bax, burada maraqlı bir cədvəlimiz var. Əziz müəllimlər, bu cədvəllərə baxaraq GEFR sertifikatı və yaxud EFSET, TOEFL, IELTS, Cambridge və digər sertifikatların ballarının hansı mərhələyə, hansı levelə uyğun olduğunu burada biz üçün göstərir. Belə deyək, Pre-AI, AI Beginner, AI Elementary, B1 Intermediate və yaxud CV2, C1 Advanced və yaxud Profession bu levelların həmin bu belə deyək
digər sertifikatlarda hansı ballara uyğun olduğunu görürük. Məsələn üçün, əgər siz EFSET-də 0 və 20 arası bal almısınızsa, bu yalnız Cambridge-də 80-90 arası, 99 arası, digərləri ümumiyyətlə 0, yəni 0-dır, yəni qiymət verilmir. Beginner-da yenə IELTS yoxdur, amma TOEFL-da var. Belə deyək, balları da baxırıq ki, biz hansılardır. Və mənim aldığım sertifikat mən sizə göstərəcəm indi. C1 idi. Bu mən deməli TOEFL-da geçsəydim, TOEFL-da mən 5.5 alardım. IELTS-ə geçsəydim 7 və 8 ala bilərdim. Yəni bu mənim ilkin burada sınağımın nəticəsidir. Düzdür, burada evdə oluruq, adam çox rahat olur. Amma ki, bir neçə dəfə məşq etdikcə biz üçün daha maraqlı nəticələr əldə etmək olar. Burada bunlar haqqında məlumatdır. Burada levellardır. Bu nədir? Öncədən levelinizi qeyd edib, daha sonra aşağıda gələn, baxın bu testlərə qoşula bilərsiniz. Yəni öncədən sadəcə istəyirsiniz ki, mən A2 leveldayam, ona görə mən istəyirəm bu testdə. Buradakı testlər də ona uyğun açılır. Bax, bu yəni bu testlər də sırf buradakı suallar da A2-yə uyğun hazırlanır ki, siz onu daha rahat yaza biləsiniz. Yəni ona uyğun da testinizi əldə edə biləsiniz. Yəni C2, yəni ən son axırıncı sertifikatdır, buna da uyğun. Burada yaza bilərsiniz. Nədir? İndi gəlin mən əziz müəllimlər sertifikatımı tapmağa kömək eləyək. Görək mən bu Gmail-dan almışdım sertifikatımı. Mən sizinlə paylaşım görək bizim sertifikatımız nədir, hansıdır. Niyə bu qədər? Aha. Gmail-ımıza gedirik. Belə deyək, ikinci dəfə gəldiyinə görə Wiser'ı burada açaq. Nə deyir? Aha, sertifikatımız açıldı. Sertifikatımız açıldı və burada biz görürük ki, müvəffəqiyyətlə tamamlamışam C1 səviyyəsindəki imtahandan 100 balından 63 bal almışam. Çox da yaxşı deyil. Bunu nə vaxt almışam? 2025-ci ildə. Burada da həmin hansı səviyyə uyğun olduğu göstərir. Neçə bal almışam? 61-dən 70-ə qədər. C1 imiş. 71-dən 100-ə qədər. C2, niyəsə, yəni 10 dəfə dedim, bilmirəm. Burada nədir? Mən burada bölmələr var. Readingdən nə qədər almışam? Readingdən C1 almışam 64, yəni. Burada da nələri bacardığım, yəni can understand long and complex factional and literacy texts, appreciating distinction of the style. İzahlarım verir ki, nələri, necə başa düşə bilirəm, nə edirəm. Dinləmə, baxın, elə burada da sizə qeyd etdim öncədən ki, çox cəld gedirdi deyə mən burada biraz da ilk dəfə olduğuna görə dəysiniz, həyəcandan çox az yazmışam, zəif yazmışam. Amma yenə civandır və writingim çox qəşəng gəlib. Hansı ki, mən bunu ən zəif olduğum bölmə buradır. Realda. Yəni, belə deyək, burada yəqin suallara daha diqqətlə yanaşmışam. Danışıq da əslində vaxt çox az idi, amma yenə də yaxşı yazmışam. Belə deyək, bir dənə burada özümlə razı olmadığım writing-lə listening-in cavabları da hansı ki reading-də və speaking-imdə özümdə olan bacarıqlarımı burada göstərmişəm. Amma bu iki bacarıqların heç birinə razı deyiləm. Niyə? Biri daha çox yüksək gəlib, biri isə çox aşağı gəlib. Hansı ki mən həmişə dinləməmi daha yaxşı bilirəm, nəinki writing-imi. Bu mənim özümün qənaətimdir. Hər kəs özünün də qiymətini verməyə bacarmalıdır. Bu, belə deyək, saytın maraqlı cəhəti də budur ki, biz bunu, belə deyək, buradan bir neçə dəfə keçə bilərik. Burada dillər də var, hansı dillərdə paylaşmaq istəyirsiniz. Hətta bunu biz LinkedIn-ə də paylaşa bilərik. Buradan
Mən artıq paylaşmışam deyə buradan belə edib, yəni save edəndən sonra göstəriləcəm. Burada göstərəcəm sizə necə görünür. Baxın. Burada görürsünüz ki, bizim 22 sertifikat paylaşmışam. Birincisi də budur. Yəni klik edən kimi yenə eyni bu sertifikat açılır. Yəni bu sertifikatı LinkedIn-də də paylaşa bilərik. Əziz müəllimlər, belə deyək, hansı ki biz evdə həm şagirdlərimizin, həm özümüzün dil bacarıqlarımızı yoxlamaq üçün pulsuz, sertifikatlı, maraqlı bir saytla sizi tanış elədim. Əgər sizlərin də hər hansısa bir istəyiniz varsa, yaza bilərsiniz kommentdə və növbəti videolarımızda onları siz üçün izah etməyə çalışacağam. Paylaşın, videolarımızı dəstək olun və yeni videolarda görüşmək ümidi ilə. Çox sağ olun.